Bu vloqda sizə yeni aldığım məhsulları göstərəcəm. Əminəm ki, arasından sizlər üçün də faydalı olanlar olacaq. Videonu bəyənməyi və səhifəmə abunə olmağı unutmayın. Vloqun maraqlı olduğuna 100% arxayın edə bilərəm. Sona qədər mütləq izləyin. Bu günləri sizə yeni aldığım məhsulları göstərmək istəyirəm. Birinci başlamaq istəyirəm bu çantadan. Deməli, bu çantanı mənim iş yoldaşım satırdı. Belə bir çantadır, Pinkon çantasıdır, minnoş, tıkılı. Düzdür, mən görəndə daha böyük çanta bilirdim. Yəni, videolarda, şəkillərdə elə düşür ki, çox böyük bir şeydir. Amma Akazvetika elə deyilmiş. Bax, balaca bir şeydir. Yəni, toya falan taxmağa yaxşıdır da. Elə belə. 2-3 dənə şey qoydun içərisində, yer qutardı içində. Arxasında da belə bir, baxın, tıkılı detalı var. Quş detalıdır. Buralarında da yenə firmasının adı yazılıbdır. Bilmirəm, orijinal deyil. Yalandan deməyim də sizə, yəni, orijinaldır deyə. Amma ki, qəşəng bir məhsuldur. Yəni, keyfiyyətlidir, möhkəmdir materialı və dəmiri də mənim ən sevdiyim sumkalardan. Yox, samata oxşur. Sumkalarda ən sevdiyim dəmirinin keyfiyyətli olmasıdır. Bunun da dəmiri keyfiyyətlidir. Sonra keçək digər aldıqlarıma. Görək başqa nə var. Da onu açmadan, qurban, iş görürəm axı. Sən haranı təmizləyirsən ki? Və sonra aldığım belə bir duxu var. Bu Faberlic'in duxusudur. Bilirsiniz ki, mən Faberlic'lə məşğulam. Çoxdandır da satış falan da eləməyə başlamışam artıq. Faberlic. Belə sarı duxudur. Qoxusu ümumi deyirəm ki, qəşəng olacaq. Və bu daimi istifadə elədiyim Murmurun duxurlarıdır. Bu da Faberlic'indir. Bundan məndə hal-hazırda 2 dənə var. Düşünürəm ki, satışını eləyərəm. Çünki artıq 3 dənə Faberlic duxum var da, yəni. Bunların hamısını yığıb saxlamağı düşünmürəm. Və sonra sizə nə göstərim? Bunları isə Trendyoldan almışam. K2, K2D3. Bu şeydir, vitamin D-dir. Yəqin ki, aranızda Venaturanı işlədənlər olubdur. Mən bunu işlədirəm. Ona görə də bu dəfə Trendyoldan zakaz elədim. Qiymətdə ucuz gəlmişdim. Sonra belə bir məhsul sifariş vermişdim Trendyoldan. Bunu siz də məndə görmüşdünüz. Keçən videoda da mən üzümdə maska eləmişdim. Bu da onun qara maskalar üçündür. Qara nöqtələr üçün olandır. Bu da belə bir maskadır. Bu da inşallah ki, xeyirli bir şey olar. Və sonra nə almışam? Belə kollagen almışam. Mən kollageni çoxdan içmək istifadə eləmək istirdim, amma vaxtım olmurdu. Afərin sənə. Onu at klokabdır, bu zibi klokun içinə. Bu artıq ikisini işlətmişəm, görürsünüz. Yəni, bu həm dişə, həm dırnağa, həm saça, yəni hər şeyə xeyirlidir. Düz probiotik lifdir deyə bağırsaqlara ziyanlıq vermir. Tutu, ged oranı elə, ana qurban. Ay, ana qurban, oranı elə, ömrüm. Ürəyim eləmədi, ana qurban. Bunu isə belə bir korsetdir, gətirmişəm, satmaq istəyirəm. 2XL ölçüdür inşallah, qismət olsa. Ümid edirəm ki, müştərisi çıxacaq. Qiyməti isə 25 manatdır. Birdən istəyəniniz olsa yazarsınız mənə. Ömrüm, buranı tostoran eləyəcək, amma xalçanın üstünü eləyə bilmirsən. Get xalçanın üstünü elə ürəyim. Yaxşı. Nə tez sıxılırsan? Bir dənə işi 5 dəqiqədən çox görmürsən. Yoldaşıma duxu almışdıq az günündə. Belə bir duxu almışdıq. Bunu anamca almışdı. Daha doğrusu mən almamışdım. Və əlavə bir dənə də sportivini almışdılar. Görüm, indi onu tapsam göstərəcəm sizə. Belə bir sportivini dəstir. Əslində sportivnidən çox belə çöl geyiminə oxşuyur. Yəni, məsələn, geyinib harası getməyə falan da. Bu kurtkasıdır. Üstü biraz kurtka material fasondur. Rahatdır da məncə. Belə, kurtkası belədir, qolları da belədir. Bunu mən seçmişdim. Əslində, mən özüm hədiyyə kimi almışdım. Prosta mamamca dedi ki, bala sən al, biz verəcəyik pulunu. Eyni bunun, bu da şalvarıdır. Şalvarını tərs tutdum. Bu da şalvarıdır. Burada da yenə eyni şey var. Nədir? Emblemadır var. Şalvarla sportivni dəst kimi koftasıdır. Çox qəşəngdir. İnşallah ki, harası gedib eləmək qismət olsa geyinəcək. Özümə də bir dənə sportivni almışam. Bunu da sizə göstərim, qızlar. Bunu da iş yoldaşımdan almışam. Belə bir alodandır. Qolu qısadır, rahatdır da, yəni. Belə bir şalvarı var. Yenə də eyni zamanda belə bir üst koftası var. Yəni, bunun koftasının üstünün olmağı məni çox sevindirir. Çünki havalar cah isinir, cah soyur, bilmirsən, isti geyinirsən, yox soyuq geyinirsən. Bunda fikirləşmişəm ki, qısa qolla geyinim, sonradan soyuq olsa üstündən də bunu ataram. Yəni, rahat olacaq.
İnşallah bunu da yenə də harasa gəzməyə getsək geyinəcəyəm. Bura Novxandakı mağazadır. Çox böyükdür gördüyünüz kimi və yenidən qaydanda evə məhsullar almışıq. Dedim onu da sizinlə birlikdə bölüşüm. Yumurta bir evin olmazsa olmazıdır. Əlavə olaraq evə yağ almışıq. İstifadə elədiyimiz yağlar Value-dan artıq Slovenskoya düşübdür. Çünki vəziyyətimiz hələ ki yaxşı deyil və saçlarımız üçün daimi istifadə etdiyimiz bir şampun var ki, bunu heç vaxt dəyişə bilmərəm. Clear'ın sırf mavi şampunudur. Mən daimi olaraq bununla yuyuram çünki kəpək salvır mənim üçün çox rahatdır. Adaptırımdakı ümumiyyətlə mənimlə gəzir demək olar. Gəlin görək bu 5-6 məhsula nə vermiş. 14 manat 63 qəpik bu xırda məhsullara pul xərclənibdir. Həqiqətən də qiymətlər çox qalxıb. Burada isə işdən çıxmışdıq. Gedirdik Faberlic sifarişimi götürməyə. Mən Sumqayıtda yaşayıram. Ona görə demək olar ki, ancaq Sumqayıt daxili hərəkət eləyirik. Əslində Bakıda yaşamaq istəyərdim, probkasını nəzərə almasaq. Çünki Bakıda işdən sonra aktivitə çoxdur. Ancaq bizdə heç də elə deyil. Elə işə, evə gedib gəlirik. Mənim işim eve bak 500 nasıl yazı vermeyeyim diye. Bir saniye çünkü uşağa müəllimimi əsəbəşləyib ona görə başqa işi diye eve yazır. Elə bu sənin istifadən olub axı. Nəsə mənə də real gəlmədi. Dəqiq elə olub. Bayaqdan deyirdin evə yazı verib bəs. Şaka yapıyordum da. Yazı verib, verməyib indi. Ay vermeyeyim. Nənəndən zəng edib soruşacağım ha bax. Dəqiqdir. Bak. Yığıb müəlliməndən də soruşacağam, nənəndən də soruşacağam ki, müəlliməsi, nənəsi dərs verib buna yoxsa yox? Yox. Verməyib, Bak ver doğrusu. o telefonu. Telefon vermir, kitabxanı, dəftər kitabını. Yoktu da. Hardadır? Yoktu. Hardadır da? Yoktu da gətirməmişim. Yoxdunu başa düşdük, hardadır? Bağçadadır, hardadır? Bahçedadır bəy. Denən bağçadadır da. Da yoxdu nədir? Da diyorum. Yoxdu cavab deyildi. Ana bağçadadır. Deyəcəm deyə bilirsən? Ana Sunkan bahçedadır. Aha. İndi zəhmət olmasa corabı götür, qutqavı götür, apar qoy yerinə. Sen ben indi. Ha, neynəsən? Dəcəl olma, hey. Olmaz. Ağıllı ol, ağıllı ol. Mənim gözəl balam, mənim qəşəng balam. Ana. Motanım, götür. Maşın demiştim ki ben sana yuvar. Bir şey tap. Bir də onları götür, apar qoy yerinə, maşını özün yuyarsan sonra, götür. Ay, o maşın nə gündədir sən Allah? Allahdan can boşludur. O nə yuyarsan? Götür. Sunka qutqavı da götür. Yaxşı da. Afərin, götür apar. Açım da götürürüm. Açqın lazım. Açqı sənin açqın deyil, bala. Yalandan açqımı da elə deyir. Elə bir açqı bunun açqısıdır. Apar otağa. Ortağa Açını batırma. özümü aparacağım. Deməli qızlar, bu günləri bizim kino günümüzdür. Ona görə bir neçə alına məhsullar var. Onları istəyirəm bir yerdə açaq. Fanta məncə bir məclisin vazgeçilməsi. Kola əslində heç sevməsəm də daha yoldaşım aldı. Çıpası, pendirli çipsdən ötürü ürəyim gedir. Bu da yeni versiya soğanlıdır. Bu da qəşəngdir. Çörək səhər yeməyində vacibdir. Semişka. Bu semişkanın boyu niyə belə çıxıladı mən bilmirəm. Daha bir semişka. Ketçup. Və sakiska. Bu qədər. Və birlikdə Faberlic sifarişimizi açaq. Bu məhsulların çoxu satış üçün nəzərdə tutulub. Belə bir kokos spreyi var. Qoxusu çox şirindir. Əlavə olaraq belə bir krem var ki, krem deyil, daha doğrusu maskadır. Bu saç üçün maskadır. Saç diblərində saçın sayını artırmaq üçündür. Mən istifadə eləməmişəm, sifariş ediblər, ona görə gətirmişəm və əlavə olaraq belə bir Rexonamız var. Bunu da istifadə elədim, xeyrini gördüm, yaxşıdır. Nə qədər də alüminiumsuz Rexona axtarsam hələ ki tapa bilməmişəm. Belə bir Faberlic maskası almışam. Kollagen yazılıb üzərində, görək xeyrini görəcəyimi. Və məndə böyük karandaşlar olurdu. Onları yuymaq üçün yonanım yox idi. Belə bir yonan almışam. İki tərəflidir. Bir tərəfi böyük yonur, bir tərəfi isə balaca yonur.
Əlavə olaraq polları silməkdən ötürü belə bir məhsul almışam. Bu da çox yaxşı parıldadır. Mən istifadə edirəm bunu tez-tez. Məndə artıq şotkaların hamısı demək olar xarab olmuşdu. Çünki yeni evlənəndə aldığım şotkalar idi. Bu isə yeni Faberlic şotkasıdır ki, qaş teni üçün, daha doğrusu göz üçün ten istifadə eləmək üçündür. O qədər az istifadə edirəm ki, adını belə unutmuşam bu nədir. Və ekstra olaraq məhsulları alanda üzərində belə bir hədiyyə gəlibdi. Bu doxunun normalda qiyməti 50 manatdır. Siz də əgər Faberlic məhsullarını almaq istəsəniz mənə müraciət edə bilərsiniz. Çünki mən sizin üçün sifariş edib düz qapınıza çatdırılma edə bilərəm. Bu mümkündür qızlar. Mənə müraciət eləməyi unutmayın. Bu stil nə olan? Sumkasını da götürsün, çıxsın görək. Hardan gedirsən? Hardan gəlirsən? Hardan gəlirsən? İşdən. İşdən gəlirsən? İşə də gedirsən sən? Stil nə olan? Baxsadan evə gəlir. Açar ala qapını aç. Yavaş yavaş gel. Elə var. Nə buraxırsan? Necə açılır? Böyük açarı sal. Hansı tərəfə? Bu tərəfə. Hə. Aha, birində. Aferin, aç. Şimdi açarı da çıxart. Gəldik, çıxdıq evimizə. Burada qalsın. Açarı çıxart, açar oradan deyil o. Bunu çıxardım. Buradan belə bir məhsul almışam. Hansı ki, üzərində qəşəng qabları yuyursan, üzərinə yığırsan, suyu çəkir. İnşallah sağlıq olsun, istifadə edib sizə effektini də göstərəcəm. Deyəcəm də, yəni yaxşıdır, pisdir, bəyəndi, bəyənmədi. 1 manat almışam, mən ucuz almışam. Bizim iş yerinin yaxınında 1 manatlıq bir dənə yer var, buradadır. Belə qabyonda yuyuram çox vaxt. Prosta bəzən o ki, əlində 2-3 dənə şey yaxalayırsan da, deyirəm atım o üstündə şey olsun. Prosta balacadır. Nəsə gözümə balaca dəydi. Belə balaca görünsə biraz da gözümə aparıb qoyacam novxanaya. Çünki onsuz da novxanda da yuyurlar, yığırlar qırağa. Ya da ki, indi özümüz də gedəndə özümüz də yuyuruq, yığırıq qırağa. Ora üçün yaxşıdır da. Bura biraz iridir. Stol, kuxna stol. Oradan mı balacadır. Qabyona qabları yığmışam. Burada vanikin altını təmizləmək istəyirəm. Bu parçaları falan yuyum, kloruyum. Hər gün bir məhsul alıram demək olar ki, evə. Bu günlərdə bunu almışam. Gəlin aldığımı sizə göstərim. Deməli, novxanıda novxanada qaşıq yığmağa heç nə yox idi. Qaşıqdır, vilkadır, sonra böyük tava, tava qarışdıran var ya, ondandır. Onları yığmağa heç nə yox idi. Mən də qaşıq qabı alsaydım, fikirləşdim ki, balaca olacaq. İçərisində ancaq standart ölçüdə şeylər yerləşir. Ona görə belə bir şey aldım ki, bunları yığım. Çörək qabını yığırdım. Çörək qabı da yəni çörəyə görə lazım olurdu da. Ona görə bunu aldım və bundan almışam. Şpilkamız da yox idi. Bizdə şpilka, yəni kasatlıqdır. Burada isə iş yoldaşım var, xəstəxanada işləyir. Ona satdığım məhsullardır. Bu məhsulları da hələ alıb qutarmayıb. Daha doğrusu alıb pulunu ödəyib, amma gəlib götürməyibdir. Görə inşallah nə vaxt gəlib götürəcək. Getdim evə ki, bunlarla video çəkəcəm. Sonra inşallah ki, gəlib götürər xanım. Bu da airfryerdə torlu yeməyi bişirir. Kaşuka qızardıram bunun üçün. Özümüzə də burada zeytun yağında kaşuka qızardıram. Üstünə də səsiq eləyəcəm. Çünki mənim həyat yoldaşım ət qismindən şey olmayanda yeyə bilir. Bu da bükülmüş dolmadır. Nənəm keçənə bükülmüşdü, sağ olsun. O dolmanı da açıram, sabah bişirəcəm bacılar. Siz nə verirsiniz, nə iş görürsünüz? Yeməyim hazır oldu. Bu günləri də bundan ötürürük. Allah evimizə bərəkət versin inşallah. Çoxu var, dövlət versin. Hazır yeməklər Allah ye. Bu yeməklərlə başımızı qatmayaq. Amma ki, təbii ki, bu da çox gözəl bir yeməkdir. Bu qız axşam-axşam bir icad yaradır. İcad yazdı. Dünyanın kəşf etdiyi şey mən kəsdindən kəşf etmişim. Neyse qızlar, gedin yeməyimi yiyeyim. Özünüzdən müğayət olun. Səhifəmi izləməyi də unutmayın, yaxşı mı? Səhər tezdən yemək dağıldı üstünə. Düşbərə pişirmişdim. Prosta silməyə vaxt olmadı, qaldı. İndi birazdan da buranı da siləcəm. Üstünü bu salfetkanla siləcəm. Çünki
Dicəli ilə silsəm, yəni onlar üçün ayrıca bir təmizlik də getsin. Yəni bir də bir onu yu, həvəsim yoxdur. Elə ona görə də bundan siləcəm. İşdən gəlmişəm qızlar. Belə yorğun deyiləm, yəni maşallah olsun. Yorğun deyiləm. Keyfim də yaxşıdır, pis deyil. İşdə də ötürük gedir deyərəkdən gedirik, gəlirik. Bu günlərdə belə. Amma axşam istəyirəm restorana gedəm. Oğlum demiş, restorana getmir, yana deyir, çoxdandır. Uşağım da istəyir artıq restorana getmirik. İstəyirəm biraz restorana gedəm, keyfimi açam. Necə baxırsınız? Nə məsləhət bilirsiniz? Çünki elə bilirəm ki, depressivlik üstünə depressivlik gəlir insan həyatına elə olanda. Yəni mən eləmişəm, nə deyirlər ona, sınaq da eləmişəm. Harasa getməyəndə, nə bilim, özümüzə vaxt ayırmayəndə elə bil negativlənirik, adam yüklənir negativə. İnsanın enerjisi düşür sanki. Bana mı öyle geliyor acaba? Ona görə istəyirəm axşam harasa gedək. Ama hara gedək? Ne önerirsiniz? Nereyi önerirsiniz? Haralara gidelim, nerelere gidelim? Görsün ne qəşəng təmizlənir. Düz əslində bu dağılan kimi təmizləsəm daha tez olardı. Yəni daha yaxşı olardı da. Usta dağılan kimi təmizləyəmədim, işə getdim. Ona görə bax belə əziyyət çəkirəm. Gazımızın olduğu temiz üstü. Yalnız o tarafı da silmek istiyorum. Tarafı da silmişim. Burada elim değsin biraz. Çünkü burada biraz sıçrayıp. Molla gelmişken ölen ölsün meselesi. Buranı da temizleyeyim. Oldu əlatsın. Güzel. Şu temizlendi bence. Bunu da atıq bura. Çay koymuştum. Torul bəy demişim, sana çay gətirəcəm. Üzəri gedir zoğallı çaydan ötürü. Məndən çay gözləyir. Bunu qoyaq yerinə. Və bitdi. Bu hissəni tamamladıq. Keçək indi evin digər yarımçıq qalan işlərini görməyə. Dediyim kimi bu videonun böyük bir hissəsi alış-veriş vlogu olacaq. Ona görə də maraqlı video olduğunu düşünürəm. Belə bir böyük nəm salfetka almışam. Mən stolun üstünü və yaxud da klavişin üstünü tez-tez silirəm. Gözlərimin yaşı qurumadığı üçün belə bir quru salfetka da almışam və əlavə olaraq bir dənə də balaca nəm salfetka almışam ki, bu da yenə həm işdə lazım olur, həm də evdə tez-tez istifadə etməli oluram. Əlavə olaraq qutab almışdım, onu yemişəm, artıq klokunu atıram. Başqa sumkadan görək nələr çıxır. Buradan belə bir kaşlok və çek çıxır. Kaşlokum da təbii ki olmazsa olmaz. Və belə bir süzgəc almışam. Bundan ətin suyunu, südün suyunu falan yığmaq üçün istifadə edəcəm. Bunu 70 qəpiyə almışdım. Açarım. Və son olaraq isə belə bir sponj almışam. Mən sponjlarımı bu son vaxtlar dəyişməyə çalışıram. İstəyirəm ki, yeniləyim. Ona görə də bunu yeni aldım. Bunu da deyəsən 4 dənəsini 1 manata almışam. Əgər səhv xatırlamıramsa, ya 4 dənəsi idi 1 manata, ya da ki 4 dənəsi 2 manata, nəsə yəni ucuz bir şeydi, bahalı değildi. Və işdə yemək üçün xurma almışam. Xurma da ki bilirsiniz də ilin gün bu vaxtında gərək vitaminli şeylər yeyək. Toğrul sevir deyə badam almışdım. Əlavə olaraq isə buradan çek çıxmalıdır. Bir dənə saqqızım var, bir dənə də çekim var. Hazır dolmalarım var. Nənəm bükmüşdü, keçən dəfə sağ olsun. İndi isə onları qoyacağım tavada. Tava deyəndə daha doğrusu qazanda bişirəcəyik. Günün qurtarıcısıdır bu məncə. Yəni bundan da rahat heç bir şey ola bilməz. Ən sevdiyim canım nənəm, Allah canım sağ eləsin.
Arada bir gəlib bizə belə şeylər biçib eləsə çox yaxşı olar. Təsadüfi şəkildə anamgildə qaldığı üçün demişdim. Daha doğrusu özü təklif eləmişdi. Mən də ki dedim, ay nənə, sən təklif eləyərsən yemək bişirmək. Mən heç ona yox deyərəmmi? Canım nənəm sağ olsun. İndi bunları qoyuram üstə. Olacaq əlacı. Bir pişirim bitdi. Çünki əsas yarpaq dolması eləmişdi. Qalandan kələm eləmişdi. Ona görə də bir pişirim bitdi. Amma olsun. Əsas odur ki, yeməyimiz var axşama. Bir yerdə bugün aldıqlarıma açaq. Belə bir çaşka almışam. Buna iş üçün də almışdım. Özümə evə də almışdım. 2 dənə almışdım. Yəni 1 manat 20 qəpiyə almışam. Bunu çox qəşəngdir. Göyçay marketdə almışam. Əgər Sumqayıtda yaşayırsınızsa ala bilərsiniz. Hələ də var idi. Sonra belə bir qulaq çöpü almışam. Bu da yeni Göyçay marketdə almışam. Qiyməti 75 qəpiyə idi. İçində 200 dənə var. Yəni çox sərfəlidir. Yəni keyfiyyət nə tər olacaq bilmirəm. Mən normalda koton falan var. Onlardan alırdım. 2 manata, 2 manat neçəyə falan olurdu. Sonra belə bir mayka almışam. 5.90'a. 2XL giyinir benim kocuşkom. Berrakındı. İnşallah ki bu da yaxşı çıxar. Sonra qap pastalarını qızlar Berrak neydi? Komete yığışdırıblar. Xəbəriniz var. Mən birinci dəfə deşdirəm. Bugün şoka düşdüm. Belə bir qap pastası almışam. Unvanikimizin içi iç kökündə idi. Normalda indi təmizləyəm. O belə yəni xlorla falan açmışdım da rəngini. Yəni bunu aldım ki tez olsun. Və belə bir şirniyyat. Bunu sağ olsun qonşumuz zakaz eləmişdi. İş yoldaşımız pişirib. İçi qozludur, yumuşaq. Yəni içi çox qəşəngdir. Amma ki almadı. Elə bilibmiş ki, yəni mən zakaz eləmişəm buna. Qoz zakaz eləmişəm, qoz ləpəsi. Bir amma bacı şirniyyatın şəklini atmışam. Necə sən qoz ləpəsi ilə qozu şirniyyatı ayıra bilmirsən. Nəysə, bugün aldıqlarımız da bu qədər. Kilosu 12 manat idi. Buna 12 manat pul vermişəm. Qaldı üstümdə, amma neyniyək, yeyərik də. Qızlar, salam. Deməli, bu günləri sizinlə bir yerdə çikolpasinalarımı yeniləyirəm. Çünki mənim digər çikolpasinalarımın heç birisi bu otaqda getmirdi. Mən evlərimdə taxtımız balacaydı, indi böyükdür. İndi ona görə də anneciğim sağ olsun, mənim təzələrini verirdi. Dedi, bunda yoxla. Əgər alınmasa, uca təzə gedib alarıq. Balaca olan görsün, necə anasına kömək eləyə çalışır. Hə, tabii. Ən sevdiyim iş balış üzüm tapmaqdır. Ən sevmədiyim iş də yorğan tapmaqdır. Yəqin ki, sizdə belə olar. Çünki yorğan tapmaq adamı içərlədir. Bu balış üzüm tapmaqda nə olur? Yox ki. Mən balış üzüm hazır. Oldu qəşəng. Bəlkə işləndiyi yerləri bunları təmizləyəcək. Biz oraları yorğan yerlə şülər təmizləsin oldu. Yorğanı salıram. Ən çətin iş yorğan salmaqdır qızlar. Çünki adam bezir, bilmir harasından tutsun, harasından dartsın. Allah, cəbim tut, ürəyim yaxşı. Tut bunu, buradan ucundan tut, möhkəm. Siz dostlar neyinirsiniz? İşiniz yaxşı mısınız? Baxın, bir şey var. Mikrofon. Mikrofon. Nə iş görməliyəm? Mağazadan aldıqlarımı sizinlə bir yerdə açım. Bilirsiniz ki, mən işdən gələndə əli boş gələ bilmirəm. Ona görə bir neçə aldığım var. Üzüm almışam, bunun bir hissəsini artıq işdə yemişəm. Kök almışam, toğrul belə kök sevdirməyə çalışıram. Sonra xəncəl almışam. Bu xəncəli də yenə də toğrul bəylə həyat yoldaşımın işini tez bazara ötürməkdən salmışam. Sonra bunu iş yoldaşım satırdı. Rozmarin yağıdır. Bu yağ saçı uzatmaqdan ötürü yaxşıdır. Onu almışam. Çoxdandır tapçıqa deyə qalmışdım. Bahalı tapçıqa almağa qıymırdım açığı. Belə bir tapçıqa almışam. Ucuz. 3 manat 40 qəpik. Bunu almışam. Bundan sonra artıq videolarımda da qəşəng düşəcək. İndidən geyinib ayaqlarım dondu. Tapçı yoxu dayanır. Özümə belə bir yun zorab almışam. Bu da qəşəng zorabdır. O birisi ev üçün 2 dənə balış üzü almışam. Belə ağ idi.
Oranın bağışısı çox xoşuma gəlmədi. Təzə olsa da nəsə bəyənmədim ona görə. Belə bir marka almışam özümə və şişmiş, qara şişmiş almışam. Belə bugünkü bazarlığımız bu qədər.